Salam, bugün magistr səviyyəsi üzrə DİM-in hazırladığı test toplusu ilə tanış olacağıq. Bölmə tense forms və modal verbs'dür. Birinci suala nəzər yetirək. As the train starts at 7 o'clock, I leave the house now. I am afraid I'll be late. Burada biz cümləyə baxanda görürük ki, now var, indiki zaman bildirən. Daha sonra cümlədə indiki sadə zamanı bildirən start sözü var. Deməli, burada işlənilən zaman forması indiki zamanı əhatə edəcək. Ona görə də might, could burada düzgün variant ola bilməz. Qaldı 3 variant. Deməli, 3 variant əgər qrammatik strukturdan düz olursa, struktura görə düz olduğu halda artıq biz tərcümə ilə tapmalıyıq düzgün variantı. Deməli, tərcümədə belədir ki, qatar saat 7-də çıxacaq və mən evi indi must malı-məlidir tərk etməliyəm. Hər iki variantda var, D-də və Y-də. Bir variantında may. Mən indi evi tərk edə bilərəm. Yəni, evi tərk edə bilərəm yox, artıq 7-də çıxacaqsa, mən indi evi tərk etməliyəm formasında olmalıdır. I am afraid, mən qorxuram, I will late. Yəni, gecikməliyəm olmaz tərcümədə. Gecikə bilərəm. Buna görə də D variantı düzgün variant hesab olunur. İkinci variantda baxırıq. Deməli, burada şərt budaq cümləsindən ifi görürük və bu hissədə budaq cümlədə follows indiki sadə zamandadır. Deməli, indiki sadə zamanda olduğuna görə burada could'un işi yoxdur. Will be able olardı. Will able düzgün quruluş deyil. Daha sonra, əgər bura indiki zamandadırsa, deməli, digər tərəf gələcək zamanda olmalıdır. Çünki is able forması ancaq o zaman olardı ki, təbiət hadisələrini göstərmək zamanı hər iki tərəfdə indiki zamanda işlənir. Ona görə A variantı düzgün deyil. Daha sonra can ola bilməz, çünki can'dan sonra to işləmir, birbaşa fiil gəlir. Ona görə də düzgün variant C-dir. Üçüncü suala baxaq. Üçüncü sualda isə choose the correct modal verb. Deməli, difficult was that we to get a boat to cross the river. Burada biz ümumiyyətlə cümləyə baxanda həmişə zaman formasını tapmağa çalışırıq. Bizdən hansı zamanı istəyir? Baxın, burada bir was var. Was bildiyimiz kimi keçmiş sadə zaman ifadə edir. Ona görə də biz deməli keçmişlə bağlı zaman seçməliyik. Gördüyümüz kimi variantdan hər bir keçmişə aid zamanı bildirir. Ona görə də indi gəlin qrammatik səhvlərə baxaq, hansılar ola bilər. Couldn't-dan sonra məsələn to işlənməz. Might not-dan sonra to işlənməz. Could'un özündən sonra işlənməz. Qrammatik quruluşca were able və were not able düzgün variantdır. İndi baxaq görək tərcümədə tərcümə ilə hansı variant uyğun gələcək. Deməli, çətini budur ki, biz çay keçmək üçün qayıq ala bildik yoxsa bilmədik. Əgər çətinlik varsa bilmədik olmalıdır. Ona görə də A variantı deyil. Düzgün variant D variantıdır 3-də. Növbəti sual 4-dür. You look pale. You spend more time in the open air. Deməli, burada biz baxırıq ki, will be able to olar. To yoxdur burada. Don't have to olar. Should, mustn't, needn't qrammatik baxımdan düzgündür. Sadəcə burada bir tərcüməyə ehtiyac var. Sən solğun görünürsən, açıq havada vaxt keçirməməlisən, keçirməyə ehtiyacın yoxdur, yoxsa gərək keçirəsən, məsləhət bildirir, keçirməlisən yəni. Deməli, burada düzgün variant should olur, A və D variantı isə səhvdir. Daha sonra 5-ci suala baxaq. 5-ci sualda isə belə sualda biz yəni mən əvvəl deməli testlərdə ki, zamanı tapmaq lazımdır. Orada hər hansı bir zaman zərfi olur və yaxud da bağlayıcı olur və yaxud da hər hansı bir zaman ifadə edən feil olur. Baxın, biz belə cümləyə baxanda bilə bilmirik ki, hansı zaman olmalıdır. Bilmədiyimizə görə variantlara birinci baxmalıyıq. Məsələn, B variantı new will keep. Gördüyümüz kimi biri keçmiş zamandadır, biri gələcək zamandadır. C-də biri keçmiş, biri indiki, uyğun gəlmir. Daha sonra Y-də had known keçmiş, bitmiş, has kept oldu, indiki bitmiş zaman. İndiki zamanla keçmiş zaman uzlaşmadığına görə B, C, Y variantları ümumiyyətlə zaman uyğunlaşmasına görə düzgün deyil. Bizdə A və
D variantları qaldığına görə indi baxaq görək hansı ola bilər. Baxın, was kept nə deməkdir? Bu hansı növdədir? Məlum yoxsa məchul? Bildiyimiz kimi məchul növ to be üstəgəl verb 3 formasında düzəldiyinə görə biz məsələn mən deyir bilirəm ki, daha doğrusu bilirdim ki, keçmiş zaman ünsürləridir ABD-də. Mən bilirdim ki, mənim dostum sözünü tutar. Yəni sözü tutulurmu? Yəni dost tərəfindən tutulurmu, yoxsa tutarmı? Mən deyir bilirdim ki, dostum sözünü tutacaq. Yəni ki, burada Nina would keep uyğun gəlir. Amma A variantı düz gəlmir, çünki mənim dostum tutulmur, tutur. Sözü tutmaq olur, sözü tutulmur. Ona görə də A variantı tərcümə ilə uyğun gəlmir, amma qrammatik baxımdan düzgün hesab oluna bilər. 6-cı deməli test variantında isə so much since. Burada bir bağlayıcı görürük ki, bizə kömək edir. Since bağlayıcısında bildiyimiz kimi budaq cümlə olur. Keçmiş sadə zamanda, baş cümlə olur, indiki bitmiş zamanda. Ona görə də bu testin doğru cavabı C variantı hesab olunur. Növbəti test tapşırığımız 7-ci tapşırıqdır. 7-ci tapşırıqda isə burada bir noun-u görürük. Now. Daha sonra hansı variantlar çıxa bilərik, biz ona baxaq. Deməli, burada məsələn I had done, I have done formasında ola bilməz. Bir keçmiş zaman, bir indiki bitmiş zaman uyğunlaşmır. Bir variantı uyğunlaşmır. Daha sonraki gələcək zaman uyğunlaşmır. Eyni formada işlənməsi, gələcək zaman forması. Qaldı burada bizim üçün C və D variantı. Mən dərslərimi bitirmişəm. Dostlarımla indi kinoya gedəcəm. Have been going deməli keçmişdə baş verib hal-hazırda davam edən hərəkətləri göstərir. Amma bu keçmişlə bağlı deyil, gələcəklə bağlıdır. To be going to ifadəsi, yəni artıq planlaşdırılmış bir hərəkət var. Ona görə düzgün variant D-dir. Növbəti sual 8. Did he explain the reason why he is so long? Deməli, did varsa burada B variantı düzgün hesab edilmir. C variantı düzgün deyil. Deməli, bu variantlara baxaq. Did he explain the reason? Deyir, o izah etdi ki, nəyə görə o bu qədər, yəni gec yazıb. Gec yazmaqdan söhbət gedir. Gec yazılmaq ola bilməz. Yəni onun özü yazır da, yazılmır. Buna görə məchul növdə ola bilməz. Y variantı məchul növ olduğuna görə düzgün hesab olunmur. A variantı hal-hazırdadır. Əgər bir işin səbəbini biz deyiriksə, nəyə görə o yazılmayıb, artıq bu hadisə indi, yəni izah olunan zamandan əvvəl baş verib. Yəni hal-hazırda niyə yazmır formasında düzgün deyil. Artıq bu hadisə baş verib, proses baş verib və biz onun səbəbini soruşuruq, o da izah edir. Ona görə də D variantı düzgündür. Qeyd edim ki, keçmiş bitmiş zaman həmişə keçmiş sadə zamandan əvvəl icra olunub. Yəni o keçmiş zamanda izah edir ki, nəyə görə belə gec yazır, səbəbini izah edir və yazmadıqda, yəni o yazı prosesi artıq o izah etmədən əvvəl öncəlik bildirir. Ona görə də həmişə diqqət yetirməli olduğumuz məqam keçmiş bitmiş zamanın keçmiş sadə zamanın əvvəl icra olunmasıdır. Növbəti sual 9. Burada biz since Monday görürük. Ona görə də C variantı düzgün hesab olunur. Yəni don't bu formada işlənə bilməz. Tək have tək sadə zaman bildirir. Had burada keçmiş sadə zaman bildirir. Qaldı burada AD. Quruluşca, yəni qrammatik quruluşca ikisi də düzgündür. Qalır bizim tərcüməmiz. Bazar ertəsinə qədər nə qaz, nə də elektrik olmayacaq. Yəni bir şeyin vardır mənasında və yaxud da yoxdur mənasında həmişə həvli ifadə işlənir. Ona görə də D variantı da düzgündür. Have-been olmaq mənasındadır. Məsələn, mən Londonda olmuşam. I have been to London. Bu formada olmaqdır. Yəni yoxdur mənasında isə, yəni o vaxta qədər, bazar ertəsinə qədər nə su, nə də qaz olmayacaq. Burada tərcümədə olmaq bu bin mənasında deyil. Yəni ki, bizim dilimizdə daha formal olaraq belə tərcümə olunur. Yəni yoxdur. O vaxta kimi olmayacaq. Yəni bir şeyin yox, var olmaması mənasındadır. Ona görə D variantı düzgündür.
Növbəti sual 10. How long ifadəsi var. Bu bir ipucudur ki, indiki bitmiş zaman işlənə bilər. Baxın, C variantında have you. Have you işləndi. Have köməkçi feil, you mübtəda. Bəs bunun xəbəri hardadır? Düzgün deyil. Daha sonra how longda indiki bitmiş zamanı ifadə etdiyinə görə B variantı düzgün deyil. İndiki davam edici düzgün deyil. Have you been? Bir də oldu have you had. Yenə baxın, eyni ifadədir. Gördüyünüz kimi 9-la. Have you been haradasa olmaq. Amma have you had malik olmaq mənasındadır. Ona deyir ki, sən şəxsi maşını var, yəni öz maşını var. Nə qədər müddətdir ki, yəni bu maşın səndə var? Ona sahibsən. Ona görə düzgün variant A olacaq. Y variantı tərcüməyə yenə uyğun gəlmir. Amma olsaydı sən Bakıda nə qədər olmusan, Londonda nə qədər olmusan, bax bu formada have you been düzgün hesab oluna bilərdi. 11. Don't be nervous, everything said the boy to his father. Deməli, deyir əsəbləşmə hər şey. Don't var. Don't indiki zamanı bildirir. İndiki zamandırsa niyə keçmiş işlədək? Niyə keçmişi işlədək? D variantı da getdi, C variantı da getdi. Qaldı has packed, has been packed, will have packed. Deməli, bir dənə burada E variantı gördüyümüz kimi məchuldadır. A və B variantı deməli məlum növdədir. Deyir əsəbləşmə, yəni bu qədər stresli olma, hər şey sizcə qablaşarmı? Yəni özü-özünü qablaşdıracaq, yoxsa qablaşdırılarmı? Əlbəttə ki, qablaşdırılar. Ona görə də Y variantı düzgündür. A və B variantı məchul növdə olmadığına görə səhv hesab edilir. Növbəti test tapşırığımız deməli oldu 12. He hurt his arm, so he worked all right. He to miss his lessons. Deməli, burada bir to var. Bu bizə bir ipucu ola bilər. Daha sonra nə var burada? He var. He varsa, have-in burada nə işi var? Has to olardı. Will be able. Uşaqlar, ümumiyyətlə won't able to deyil. Yəni want ifadəsi bildiyimiz kimi willin inkar formasıdır. Will be able to necə deyiriksə, wantdan sonra da be işlənməli idi burada. Baxın, bu hissədə be işlənməli idi. Ona görə bu ifadə qrammatik quruluş cəhətdən səhvdir. Daha sonra deməli, biz D-də baxaq, was able. Baxın, was able bu birinci hissəyə gəlməlidir. To olardı. To olmadığına görə səhvdir. Daha sonra nə səhv ola bilər? Aha, indi qaldı bizim tərcüməmizə. C mi, Y mi? Yox, tərcüməlik deyil, elə bu da qrammatikdir, üzr istəyirəm. Burada C-də gördüyümüz kimi will var və could var, ona görə də cavabımız Y-dir. Could keçmiş zamanda, will gələcək, ona görə də Y variantı düzgün hesab olunur. 13-cü sualda yenə baxırıq variantlara. Bizdə bir ipucu yoxdur, çünki bunlar modal feillərdir. Modal feillərə görə biz buradan baxıb feili zamanı belə deyək də dəqiqləşdirə bilmərik ki, hansı zaman formasını istəyir bizdən. Ona görə də baxırıq variantlara. Couldn't, can uyğun gəlmir. Biri keçmiş, biri indiki sadi zamandadır. Daha sonra burada hələ ki bir səhv yoxdur. Səhv hardadır? He-dən sonra has to gələr. Ona görə have to düzgün deyil. Will be able to olar, D düzgün deyil. Will be able, uzlaşma düzdür, uzlaşma düzdür. Aha. İndi tərcüməyə baxaq. Will be able to. B. Elə B-də to da yoxdur. Ona görə Y variantı düzgün hesab olunur. Tərcüməyə bir ehtiyac qalmadı. Amma to-su olsaydı B variantında artıq tərcümənə tapmalıydık. 14-cü sual. As it was holiday, Jack studied much last evening, so he watched the animated cartoon on TV. Deməli, burada biz baxırıq ki, məsələn, C variantında must was able to, uyğunlaşma düzgün deyil. Daha sonra D-də was able to olardı, Y-də yenə was able to olardı. Deməli, A-da didn't have to olardı. Düzgün variant B-dir. Növbəti sual 15. 15-ci suala baxaq. Deməli, burada ikinci hissədə görürük to. To var. Can-dən sonra to gəlməz. Must-dan sonra to gəlməz. Burada bir no var. No varsa bir cümlədə iki imkanlıq ola bilməz. Ona görə can't-lə couldn't da gedir. Düzgün variantımız C olacaq.
16-cı variant. There were so many people that Linda noticed anyone she knew. Deməli, burada biz baxırıq nəyə? Keçmiş zaman ifadəsi var və ona görə C variantı düzgün hesab edilmir. Was able not olmaz. Wasn't able not olardı. Daha sonra wasn't able to düzgündür. Could düzgündür. Wasn't able to olardı. Deməli, iki variant arasında qaldıq. Bir o qədər çox insan var idi ki, Linda tanıdıqlarını görə bildi, yoxsa bilmədi. Əlbəttə ki, bilmədi. Ona görə Y variantı düzgün olacaq, B variantı isə səhv. When leaving the hotel, everybody pays a hotel bill. Deməli, oteli tərk edərkən hər kəs yəni hesabı ödəməlidir. Deməli, 17-də düzgün variantımız A olacaq. Çünki tərcümənin ancaq A variantı düzgün hesab olunur. Ödəməməlidir deyil. Yəni ödəməməlidir deyil. Don't ümumiyyətlə düzgün olmaz, doesn't olardı. Ödəməməlidir. Yəni ödəyə bilmədi filan və bu formada işlənə bilməz. 18. You really stop driving. 18-ci sual. You really stop driving so fast or you'll have an accident. Sən belə sürətli sürməyi dayandırmalısan, yoxsa dayandırmamalısan. Gördüğümüz gibi ikinci tərəfdə you var. Elə ona görə də biz B-ni çıxırıq. Çünki gələcək zamanı keçmiş zaman uzlaşmır. Digər sual deməli variantlar sizə düzgün deyil. Düzgün variant dedi. Sən belə sürətli sürməyi dayandırmalısan, yoxsa qəza törədəcəksən. 19-cu sual. The sportsman rest a little because they were so tired that they walk. Və olduğuna görə A düzgün deyil. Daha sonra Y düzgün değil, B düzgün değil. Didn't have to, could, had to, couldn't düzgün ola bilər. İdmançılar biraz, gəlin D'yə baxaq. İdmançılar biraz istirahət etməliydilər. Çünki onlar o qədər yorğun idilər ki, gəzə bilmirdilər. Tərcümə ona uyğun gəlir. Gəlin C'yə baxaq. İdmançılar biraz istirahət etməməliydilər. Çünki onlar o qədər yorğun idilər ki, onlar gəzə bilirdilər. Tərcümənin düzgün gəlmədiyinə görə. 20-ci sualı. The young man earned enough money for living, so he leaves the city. Variantlara baxdıqda görürük ki, have to var. Have to ikinci hissə uzlaşanda Y-dən sonra have to işlənməsi düzgün deyil. Has to olmalıdır. Daha sonra deməli B-də didn't have to olmalıydı. Düzgün deyil. C, Y, D variantları arasında qaldıq. Gəlin tərcüməyə baxaq. Gənc adam yaşayış üçün deməli kifayət qədər pul qazana bilmədi. C variantına baxırıq. Qazana bilmədi. Beləliklə o şəhəri tərk etməlidir. Bu müəyyən qədər uyğun gəlir. İndi gəlin digər variantlara baxaq. D variantında gənc adam yaşayış üçün kifayət qədər pul qazana bilər. Beləliklə o şəhər tərk edəcək, düzgün gəlmədi. Və Y variantı, gənc adam yaşayış üçün kifayət qədər pul qazanmalıdır. Beləliklə o şəhəri tərk edə bilməyəcək. Bu da düzgün deyil tərcümələr. Ona görə də C variantı düzgün hesab olunur.